Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Hiss ilk dəfə efirdə reklam qiymətini açıqlayıb. Demokrat xəbər verir ki, ifaçı reklama 100.000 azeyinə çəkildiyini etiraf edib. Sözü gedən açıqlama hər kəsi təəccübləndirib. Qonorarının çoxluğuna aydınlıq gətirən sənətçi bunun çəkilişə, həmin brendə həsr olunan mahnı, bilbordlarda nümayişi, sosial şəbəkələrdə reklamı, öz komandasının haqqı və s. daxil olduğunu deyərək suallara aydınlıq gətirib. Müğənninin maraqlı açıqlaması sosial şəbəkələrdə müzakirələr yaradıb.